8 yanvar 2026 Astrobürc TV günlük bürcləri təqdim edir. Qoç, darıxmağa vaxt olmayacaq. Gün çoxlu maraqlı hadisələr gətirəcək. Ulduzlar sizin tərəfinizdə olacaq və onların dəstəyi sayəsində çoxdan planlaşdırdıqlarınızı həyata keçirə və ya maraqlı bir ideya ortaya qoya biləcəksiniz. Bir vaxtlar sıx ünsiyyətdə olduğunuz, sonra isə müxtəlif səbəblərdən əlaqəni kəsdiyiniz insanlar qəfil özlərini xatırlada bilərlər. Məlum olacaq ki, yenidən bir-birinizə deyəcək sözünüz, paylaşacaq mövzularınız var. Qeyri-adi təkliflərdən və maraqlı tədbirlərdə iştirak imkanlarından imtina etməyin. Sonradan gəlir mənbəyinə çevrilə biləcək yeni bir hobbi də məhz bu cür yarana bilər. Buğa, günün əvvəlində, hətta bu şənbədən xüsusi heç nə gözləməyən buğaları belə xoş sürprizlər gözləyir. Uzaqlardan sevindirici xəbərlər gələ, onların ardınca maraqlı təkliflər ortaya çıxa bilər. Ünsiyyət dairəsini genişləndirmək, haqqında əvvəllər çoxlu müsbət sözlər eşitdiyiniz insanlarla tanış olmaq imkanı yaranacaq. Romantik maraq da istisna deyil. Ulduzlar bugün başlayan münasibətlərin ahəngdar inkişaf edəcəyini vəd edir. Əkizlər, əgər xoşunuza gəlməyən bəzi işləri təxirə salmasanız, günün birinci yarısında onlarla kifayət qədər tez başa çıxa biləcəksiniz. Bu işdə yeni tanışlar və ya son vaxtlar az ünsiyyətdə olduğunuz insanlar sizə kömək edə bilər. Ortaq qayğılar sizi yaxınlaşdıracaq və etibar edilə bilən birinin yanınızda olması xoş hisslər yaradacaq. Şənbə təhsil, özünü inkişaf və dünyagörüşünü genişləndirmək üçün geniş imkanlar açır. Hətta nəzəri cəhətdən faydalı ola biləcək məlumatları belə tez qavrayacaqsınız. Bəzi əkizlər gözlənilməz mənbədən işlərinə yarayacaq dəyərli informasiya əldə edəcəklər. Xərçəng, günün əvvəlində qərarlar vermək və gələn həftə həyata keçirəcəyiniz planlar qurmaq olar. İntuisiya son günlər sizi narahat edən bir suala cavab tapmağa və ya harda səhvə yol verdiyinizi anlamağa kömək edə bilər. Ancaq planları dərhal reallaşdırmağa tələsməyin. Böyük ehtimalla sizə kiminsə dəstəyi lazım olacaq. Ona görə də əvvəlcə müttəfiqlər axtarmaq daha məqsədə uyğundur. Bu rolu köhnə dostlar və yaxın insanlar daha yaxşı yerinə yetirə bilərlər. Şir, əgər tənbəllik etməsəniz, bugün çox şeyə nail ola bilərsiniz. Günə daha çətin işlərdən və ya sizi əvvəlcə çıxmaz vəziyyətə salan məsələlərdən başlamaq məsləhətdir. Ulduzlar sizə kifayət qədər enerji, qətiyyət və çeviklik vəd edir. Buna görə də keçilməz maneələrlə rastlaşmayacaqsınız. Maliyyə baxımından da günün başlanğıcı uğurlu olacaq. Köhnə bir borcun qaytarılması və ya sərfəli bir razılaşma təklifi mümkündür. Lazımsız bir əşyanı satmaq qərarına gələn şirlər də uduzmayacaqlar. Qız, günün əvvəlində daxili tarazlığı qorumaq bir qədər çətin olacaq. Hətta sadə işlərə başlasaz belə, istədiyiniz nəticə dərhal alınmaya bilər. Gözlənilməz gecikmələr və xırda səhvlər mümkündür. Kömək etmək istəyərlər isə bəzən daha çox çətinlik yarada bilərlər. Zaman keçdikcə müsbət meyillərin təsiri artacaq. Günortadan sonra vəziyyətin yaxşılaşdığını hiss edəcək, ulduzların dəstəyinin yeni imkanlar açdığını görəcəksiniz. Kiçik pul daxil olumları, hədiyyələr və xoş sürprizlər mümkündür. Tərəzi, günü faydalı bir işə həsr etsəniz, çox uğurlu keçəcək. Həm özünüz, həm də başqaları üçün xeyirli işlər görə bilərsiniz. Yaxınlarınızdan və ya tanışlarınızdan kimsə kömək istəsə, imtina etməyəcəksiniz. Ümumilikdə bugün başqalarının problemlərini həll etmək üçün əlverişli gündür və bu proses sizə dəyərli təcrübə qazandıracaq. Bununla yanaşı, xoş görüşlər üçün də vaxt tapılacaq. Köhnə dostlarla və ya qohumlarla görüşmək sizə həm xoş anlar yaşadacaq, həm də faydalı məsləhətlər qazandıracaq. Əqrəb, bugün nə planlaşdırmısınızsa, ehtiyatla hərəkət etməyi unutmayın. Risk və kəskin təəssüratları sevən əqrəblər üçün bu çətin ola bilər. Amma şənbə kifayət qədər müsbət anlar gətirəcək və ümumi əhval-ruhiyyə yaxşı olacaq. Çətin işləri tək başına görmək məcburi deyil. Köhnə dostlardan və etibar etdiyiniz insanlardan kömək istəsəniz, işlər həm asan, həm də daha xoş keçəcək. Ailə daxilində sevindirici hadisələr və münasibətlərin yaxşılaşmasına doğru ilk addımlar mümkündür. Oxatan,
Müsbət meyllərin təsiri həyatın çox sahələrində açıq-aydın şəkildə hiss olunacaq və gün ümumilikdə uğurlu keçəcək. Qarşıya mühüm məqsəd qoyan oxatanların ona çatmaq şansı yaranacaq. Kiçik çətinliklər olsa da, onları tez aradan qaldırmaq mümkün olacaq. Bu gün maliyyə məsələlərinin həlli üçün də münasibdir. Hətta kommersiya sahəsindən uzaq olan oxatanlar belə sərfəli razılaşmalar bağlaya və əlavə gəlir mənbəyi tapa bilərlər. Oğlaq. Bugün intuisiyanıza güvənmək xüsusilə vacibdir. Onun işarələri məntiq və sağlam düşüncədən daha faydalı ola bilər. Xüsusilə də yeni bir işə başlayan oğlaqlar üçün gözlənilməz və cəsarət ideyalar yarana, az sonra da onları həyata keçirməyə kömək edəcək insanlar peyda ola bilər. Ailə daxilində ciddi fikir ayrılıqları gözlənilmir. Yaxınlarla münasibətlər asan qurulacaq. Bu fürsətdən istifadə edərək, əvvəlcə mübahisə doğuran mövzuları müzakirə etmək və hamını qane edən həll yolu tapmaq mümkündür. Dolça. Şənbə səhəri bir neçə xoşa gəlməyən sürprizlər gətirə bilər. Çətin məsələləri tək başına həll etməli, başqaları üçün məsuliyyət daşımalı ola bilərsiniz. Hətta kimsə kömək etmək istəsə belə, şərait buna imkan verməyə bilər. Amma ruhdan düşməyin, vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Günün ortası həm sevindirici xəbərlər, həm də dəyərli ideyalar gətirəcək. Bəzi dolçalar əvvəl buraxdıqları səhvləri düzəldmək, işlərində qayda yaratmaq və həyatlarını yüngülləşdirmək imkanı tapacaqlar. Balıqlar, tələsmək lazım deyil. Günün birinci yarısında vacib işlərə girişməmək, ciddi məsələləri tək başına həll etməyə çalışmamaq daha yaxşıdır. Bu vaxt istirahət və güc toplamaq üçün daha uyğundur. Ona görə də sadə və yormayan məşğuliyyətlərə üstünlük verin. Yaxınlarınız sizə məmnuniyyətlə yoldaşlıq edəcək və bu vaxtınızı daha xoş keçirəcək. Sakinlik və rahatlıq sizi günün ikinci yarısında baş verəcək xoş dəyişikliklərə hazırlamağa kömək edəcək.